Vərdişdən xilas olmaq mümkün deyil. Dəfələrlə insanlar siqareti tərk etməyə çalışıblar, amma onlarda alınmayıb. Uzun illərdir əgər bunu tətbiq edirlərsə, alınanlarda isə necə alınıbdır? Onlar başqa bir vərdiş formalaşdırıblar özlərində, başqa bir vərdişlərə keçid ediblər. Ona görə də insan, məsələn, hansısa bir xəstəliklə mübarizə apardıqda, o sadəcə nəticə ilə mübarizə aparır. Səbəb, nəticə, bunun səbəbini tapmırsa, bunun səbəbini araşdırmırsa, başa düşmürsə ki, bu buna nə üçün lazımdır, o sadəcə bir həftə, 2 həftə nəyisə təkrarlayacaq, hansısa bir xoşa gəlməyən bir pəhriz olsun, ya da dərman olsun, hansını atacaq və daha sonra yenidən vərdiş öz sözünü deyəcək, yəni yenidən həmən vərdişə qayıdacaq. Çünki başa düşmür nə üçün bu ona lazımdır. Və yenidən həmən bir problemlər yəni qayıdacaq ya da ki, yəni o problemə yaxın bir şeylərdə, yəni başqa bir yerində.